Salam değerli həmkarlar, hər birinizi xoş gördük. Bugün paylaşdığım statusla bağlı istədim bu videonu da sizlə paylaşaq. Ölkə təhsilində baş verənləri müzakirə edərkən qarşımıza çox belə mücərrəd suallar meydana gəlir. Nə baş verir? Necə ola bilir ki, qısa bir zamanda ölkə təhsilinin strukturu sürətlə dağıdılır? Bu məsələ təkcə Emin Əmrullayevlə də bağlıdırmı? İnanmıram. Görünən odur, ölkə təhsilini dağıtmaq üçün elə Emin Əmrullayevin də daxil olduğu böyük bir şəbəkə var. Bunların missiyası ölkə təhsilinin strukturunu dağıtmaqdır. Fikir verin, ölkə təhsilində psixoloji iş tamamilə dağıdılıb. Bizim yüzlərlə məktəblərimizdə psixoloq ştatı vakantdır. Psixoloq kabinetləri yoxdur məktəblərdə. Olan məktəblərdə isə psixoloji avadanlıqlar yoxdur. Hər il milyonlarla vəsaiti xərcləyən Təhsil İnstitutu, Elm və Təhsil Nazirliyi, yəni doğrudan psixoloq kabinetlərinə lazım olan əyani vəzifələr təmin edə bilmirlər. Axı ən azı psixoloqların təlimi, psixoloji iş adı ilə milyonlarla vəsait sərf olunur. Daha sonra fikir versəniz, ölkənin ümumi təhsil məktəblərində tərbiyə sistemi dağıdılır. İllərləndir məktəblərdə tərbiyə sistemini çiyinlərində gəzdirən tərbiyə işləri üzrə direktor müavinlərini bir gün içində biz dedik ki, siz təşkilatçısınız, müavin deyilsiniz, statusunu indirdik aşağı, əmək haqqını artırmadıq, küstürdük. Bir hissəsi imtahan verib tədris işləri üzrə direktor müavini keçdi, bir hissəsi işdən çıxdı, bir hissəsi də sadəcə yola verməklə məşğuldur. Nəticə nəyə gəldi çıxdı? Cəmi 2 aydır tədris başlayıb, bizim 4 məktəbimizdə bıçaqlama hadisəsi olub, 4 şagird bıçaqlama nəticəsində vəfat edib. Və bu kimi hallar onlarlandır. Amma məktəb direktorları bilirdi ki, onun məktəbində bir məsələ ictimailəşsə, ən azı işdən çıxardacaqlar onu. Odur ki, bütün varlığı ilə çalışırlar ki, ictimailəşməsin. Şagirdlərin qeyri-etik hərəkətləri, məktəblərdə dedafşinə, yuxarı siniflərin aşağı siniflərdən pul yığması və yaxud da aşağı siniflərə bullying dediyimiz baskılar etməsi. Tərbiyə sistemi o dərəcədə pozulub ki, bugün biz məktəblərimizdən nələr görürük. Valideyn-müəllim münasibəti, müəllim-şagird münasibəti və s. Məsələnin başqa bir tərəfi, yəni bu qədər kütləviləşib. İllərdir dərsliklərdən danışırıq və ölkənin Elm və Təhsil Naziri 5 il Təhsil İnstitutunun direktoru olur. 5 ildir də nazirdir, indi də deyir ki, biz daha yaxşı dərslik yazmalıyıq. Bunu kim eləməlidir? Bunu sən eləməliydin də. Bu nə artistlikdir ki, güya ki, problemləri dilə gətirir. Və bir çox ziyalılar da deyir ki, Həsənov, problemləri dilə gətirir də, bundan yaxşı nazir yoxdur. Bu elədir, ancaq artistlikdir də, bu reallıq. Təhsil proqramları, fən kurikulumları təsdiq olunmayıb, böyük bir hissəsi. 2020-ci ildə dövlət standartları qəbul edilib, 2025-ci ildə 3-4 fəndən fən kurikulumları təsdiq olundu. Yerdə qalan fən kurikulumları hələ təsdiq olunmuyor. Bu bilirsiniz nə demək? Oradan ölkə təhsilində bu işlər niyə bu qədər belə bərbad haldadır? Vətəndaş istəyir valideyn olsun, istəyir tələbə olsun, istəyir müəllim olsun, istəyir işçi olsun. Elementar məsələlərlə bağlı təhsili yerli idarəetmə orqanlarına, təhsili idarəetmə orqanlarına müraciət edirlər. Doğru düzgün cavab ala bilmirlər və yaxud da ümumiyyətlə cavab almırlar. Təsəvvürsünüz, ölkədə kütləvi şəkildə məktəblər bağlanır. Ad odur ki, güya büdcəyə qənaət edilir. Yaxşı, bağlandım, büdcəyə qənaət elədim. Büdcəyə qənaət eləyən insan da mənasız təlimlərə milyonlarla vəsait xərcləyəcək. Bu büdcəyə qənaət deyil. Ölkənin
ən böyük təhsil yerli idarəetmə orqanı Bakı Şəhər Təhsil İdarəsidir. Bakı Şəhər Təhsil İdarəsi neçə ildir? Başsızdır. Təsəvvürsünüz? Yəni müdür yoxdur. Müdür kimdir? Vaxtı ilə Emin Əmrullayevin əlinin altında təhsil institutunda işləyən Nərminə xanım adlı bir qadındır. Bu insan yaxından uzaqdan nə qədər təhsillə bağlıdır? Bunun təhsillə bağlı nə əlaqəsi var? Təsəvvür edirsiniz? Bakı Şəhər Təhsil İdarəsinə adam dəhşətə gəlir. Təhsildə keyfiyyətə nəzarət şöbəsi var da, bütün belə deyək, sektorları var. Bunun məsləhətçilərini baxıram siyahısına, biri hüquqşünasdır, 2 nəfər də dizaynerdir. Dizaynerin təhsildə keyfiyyətə nəzarət şöbəsində nə işi var? Daxili nəzarət şöbəsi fikirləşiblər, məktəblərə yoxlamalara çıxırlar. Bunların məktəblə, məktəb işi ilə nə dərəcədə bilikləri var? Bakı Şəhər Təhsil İdarəsi ilə bağlı ayrıca bir paylaşımım olacaq. Amma mən belə bir qənaətə gəlmişəm ki, ölkənin təhsil sistemində çox böyük bir şəbəkə formalaşıb. Və bu şəbəkənin əsas işi təhsilin strukturunu içərdən dağıtmaqdır. Təhsilin strukturunu dünən bir yoldaş müraciət edib, 2 kollec birləşib, birləşən kolleci bitirib, diplomunu itirib. Qanunvericiliyə görə 15 gün ərzində ona dublikat diplom verilməlidir. Adam hara müraciət etdiyini bilə bilmir. 9 ayda adamı süründürürlər. Yəni ölkədə bu boyda süni narazılıq niyə yaradılır? Bəs niyə təhsildə? Fikir verin. Təhsil elə bir sahədir ki, ölkənin 10 milyon əhalisinin elə bir adam tapılmaz ki, bu və ya başqa formada təhsil əlaqəsi olmasın. Yəni təhsilin hər hansı pilləsi, məktəbə qədər olsun, ümumi təhsil olsun, məktəbdən kənar olsun, peşə təhsili olsun, orta ixtisas, ali təhsil. Ya işləyir, ya övladı oxuyur, ya yaxın ailə üzvlərindən biri işləyir və yaxud da ki, təhsil alır. Demək ki, ən kütləvi sahə təhsil olduğu üçün bu kütləvi narazılıqları, süni narazılıqları da məhz təhsil xətti ilə yaratmaq ən optimal variantdır. Mən ona görə deyirəm ki, məhz dövlətçiliyimizə qarşı təhsildə baş verənlərlə bir sui-qəsd hazırlanır. İnsanlar kütləvi şəkildə bezdirilir. Kütləvi şəkildə süni narazılıqlar yaradılır. Baxın sosial şəbəkələrə. İndi 200 nəfər orada vəzifəli şəxsi o da vəzifəsinə görə edir. Təsəvvür edin, Bakı məktəbləri, Bakı Şəhər Təhsil İdarəsi ölkənin sıradan bir təhsil yerli idarəetmə orqanı deyil. Ölkədə təhsil alan 1 milyon 700 min şagirdin hər 3 nəfərdən biri Bakı Şəhər Təhsil İdarəsinə tabi olan məktəblərdə oxuyur. Ölkədə bu 120 min deyirlər, 130 min deyirlər, 140 min deyirlər. Müəllimin hər 3 nəfərdən biri Bakı Şəhər Təhsil İdarəsində çalışır. Biraz da çox. Bakı şəhəri bugün məktəb direktorlarının insafına qalıb. Hansı məktəb direktoru məktəb işini az çox bilir. Biraz milli insandır, dövlətçiliyə bağlı insandır, maksimum dərəcədə məktəbi dağılmağa qoymur. Və kimi də bilirlər ki, bir balaca milli insandır, bir qədər vətənpərvərdir, bir qədər işini bilir, onun üstünə gedirlər, işdən çıxardılar. Başını elə qatırlar ki, nəinki direktor olmağına, dünyaya gəlməyinə peşman olur. Siz təsəvvür edirsiniz, çox geniş bir şəbəkədir, bilərəkdən elə bir sistem qurublar ki, insanları bezdirsinlər, süni narazılıqlar yaratsınlar. Təbii ki, bu süni narazılıq bugün nazirədənsə sabah böyüyüb deyəcəklər, orada yazırlar. Niyə ölkə rəhbərliyi səviyyəsində tədbir görülmür? Axı, hamı bunu görür. Bunu uşaq da görür ki, təhsildə
İşlər qaydasında deyil. Bunu valideyn də görür, bunu müəllim də görür, bunu vətəndaş da görür. Niyə tədbir görülmür sualı var. Artıq bu narazılıqların miqyası nazirlik və nazir səviyyəsindən aşmaq üzrədir. Artıq insanlar açıq şəkildə dilə gətirirlər. Bu çox qorxulu amildir. Demək ki, bu şəbəkənin də əsas məqsədi xalqda, cəmiyyətdə, ölkə rəhbərliyinə qarşı süni narazılıqlar yaratmaq. Niyə süni narazılıqlar? Çünki baş verənlər, yəni hal-hazırda o problemləri həll etmək o qədər asandır ki. Amma təhsildən anlayışı olan, idarə etmədən anlayışı olanlar üçün. Amma problem nədədir? Az-çox təhsildən anlayışı olan, idarə etmədən anlayışı olanlar üzə çıxan kimi dərhal onları çıxardırlar. Dərhal sıxma boğmaya salırlar. Nəticə nə olur? Nəticə olur ki, ya başlarını götürüb təhsildən gedirlər, ya işdən çıxıb kənarda qalırlar, gedib hansısa bir taksi sürürlər və yaxud da nəsə hansısa başqa bir işlə məşğul olurlar. Ya da ki, çəkilirlər öz qınığına ki, tək onları toxunması üçün bu yaşda gedib nə iş tapacaqlar, nə edəcək, bacardıqları təhsil işi. Çox, məsələ çox ciddidir. Biraz dərinə baxanda, bütün bunlar hamısı düşünülmüş şəkildə, planlı şəkildə edilir. Ölkənin təhsilinin strukturu, dayaqları, təməli bilərəkdən dağıdılır. Mən arada çıxışlarımda deyirəm, əgər bugün Emin Əmrullayev və onun bu şəbəkəsi təhsildən geçsə, bizə ən azı 5-8 il lazımdır ki, bu yaralar, bu problemlər, dəymiş ziyanları aradan qaldıraq və biz ən azı 2015-ci il səviyyəsinə qayıdaq. Siz təsəvvür edirsiniz, bu Təhsil Nazirliyi çönüb Layihə Nazirliyinə, Təlim Nazirliyinə, İmtahan Nazirliyinə. Bu necə ola bilər? Təhsil müəssisəsinin rəhbəri illərlə təyin olunmur. Təhsil müəssisəsində müavinlər, işi aparan əsas şəxslər illərlə təyin olunmur. Bu qədər anarxiya, bu qədər özbaşınalıq, bu qədər kim nə istəyir onu etsin deyə belə bir anlayış valla 90-cı illərin əvvəllərində də olmamışdı. Mən baxıram, ən çox Emin Əmrullayevi dəstəkləyənlər elə o 90-cı illərdə olan şəxslərdir ki, hansı ki, revanş üçün çox gözəl fürsətdir. Ölkədə sünni narazılıq artsın və bu sünni narazılıqlar kütləviləşsin, nəticə etibarı ilə illərlə edə bilmədiklərini rahat şəkildə edə bilsinlər. Mən belə düşünürəm. Bugün hüquq mühafizə orqanları hələ ki vəziyyətə nəzarət edirlərsə, amma nəyinsə, nə vaxtsa partlayıb nəzarətdən çıxacağı, yəni istisna deyil. Siz necə fikirləşirsiniz? Doğrudanmı ölkə təhsilində baş verənlər hansısa bir islahat, hansısa bir inkişaf adı ilə bizə görürsünüz necə sırınır? Doğrudanmı siz buna inanırsınız? Baş verənlər artıq məktəb direktorları dilə gəlməyə başlayıb. Regionlarda sektor müdürləri dilə gəlib. Hansı kim dilə gələn kim dərhal dəyişirlər. Və işdən anlayışı olmayan, səriştəsi olmayan bir adamı, qul psixologiyası ilə olanları gətirib qoyurlar. Siz fikir verin, yaxşı işdir, məktəb direktorlarını sektor müdürü qoyurlar. Hansı məktəb direktorlarını? Fikir verirsinizmi? Adam fikirləşir, bu heç nəinki məktəb, bir sinifi idarə etməyə layiq deyildi. Gətirib məktəb direktoru qoymuşlar. Oradan da paraşütlə birbaşa gətirirlər, sektor müdürü qoyurlar. Görün kimləri irəli çəkirlər. Daha çox sistemi dağıdanı, daha çox narazılıq yaradanı, daha çox güzgüyə baxıb özünü şir görən pişikləri. Mən vallahi məhtəl qalmışam. Nə baş verir? Videonu paylaşmağı unutmayın və fikirlərinizi rəy bölməsində yazın, zəhmət olmasın. Təşəkkür edirəm.